Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif yeni Azərbaycan dili dərsliyi səhifə 24-də yerləşən Qoca Aşbaz mətninin tapşırıqlarını, izahlarını paylaşacağam. Bu Azərbaycan dili 6-cı sinif 2-ci hissədə yerləşir. Bura qədər olan bütün bölmələri, bütün mövzuları bir-bir izah eləmişəm. Əvvəlki videolardan kim hansı bölməni istəsə axtarıb tapa bilər. Kanala abunə olun. Bundan sonraki paylaşılacaq izahları, eyni zamanda iş dəftəri izahlarını görmək üçün, paylaşımları izləyə bilmək üçün, bildiriş əldə etmək üçün kanala mütləq abunə olun. Gəlin vaxt itirmədən keçək sualların izahına. Qoca Aşbaz mətni özünüz oxuyarsınız. Mətni oxuduqdan sonra gəlirik ilk tapşırığa. Söz ehtiyatı rubrikasında B bəndi tapşırığı. Aşağıdakı şəkilləri söz boğçasında verilmiş sözlərə uyğunlaşdırın. Deməli, burada fortepiano verilir. Yəni, bu köhnə klavesindir. Burada parik verilib, burada isə kətil verilib. Baxın, söz boğçasında kətil sözünə uyğun gəlir. Üçüncü, bu kətildir. Daha sonra parik sözü verilib. Parika uyğun gəlir ikinci. Kətillə parikin arasında bu hissəyə baxın, klavesin verilib. Elə ilk üç söz. Bu da klavesin adlanır. Sırayla qeyd edə bilərsiniz. C bəndi tapşırığı lüğətin köməyi ilə servis sözünün, servis, baxın, vurğu əvvələ düşür. Burada servis sözünün mənasını müəyyən edin. Bu sözü fonetik və leksik baxımından mətndə işlənmiş servis sözü ilə müqayisə edin. Servizdə vurğu sona düşür. C bəndi tapşırığı üçün yazırıq. Servis, vurğu əvvələ düşdüyü zaman müxtəlif sahələrdə göstərilən xidmətlər toplusu. Vurğu sona düşən servis sözü isə müəyyən miqdar şəxs üçün xörək və ya çay ləvazimatı, qablar, komplekt deməkdir. Davam edirik. Nə anladın rubrikasında C bəndi tapşırığı. Doğru, yanlış, yoxsa ehtimal. Mətnə istinad edərək əsaslandırın. Qoca aşbaz arvadı ilə yazda tanış olmuşdu. Bu bir ehtimaldır. Nəyə görə? Çünki mətndə birəbir yazda tanış olduqları barədə məlumat verilmir. Yəni, elə bir cümlə yoxdur. Qoca aşbaz oğurladığı qızılla xəstə arvadını sağaltmışdı. Sağaltmamışdı, çünki xəstə arvadı sonradan dünyasını dəyişir. Yəni, bu bir yanlış məlumatdır. Sağalda bilmədi. Oğurladığı da ona lazım olmadı. Qonağın ifası qoca aşbazın qəlbindəki xatirələri oyatdı. Bu doğru fikirdir. Mətndə birəbir bu fikir qeyd olunur. Yəni, sırayla ehtimal, yanlış, doğru. 1 ehtimal, 2 yanlış, 3 doğru bizim bu sualın doğru cavabı olacaq. D bəndi tapşırığı. Mətndəki dialoqlarda hansı obrazlar iştirak etmir? Burada dialoqlarda başda qoca aşbazla nəvəsi danışır. Yəni, aşbazın qızı daha doğrusu danışır. Yəni, 1 ilə 5-in dialoqu ilə başlayır. Daha sonra qoca aşbaz çölə çıxıb qarşısında ilk çıxan adamı içəri çağırmaq istəyir. Çünki onun qəlbində gizlətdiyi bir xətası, səhvi var idi. Onu danışmaq istəyirdi kiməsə. Və bu da yoldan keçən gənc bəstəkar olur. Aşbazın qızı bəstəkarla dialoqa girir, onu çağırır. Sonra bəstəkarla da qoca aşbaz dialoqa girir. Yəni, burada aşbaz, bəstəkar və aşbazın qızının üçünün dialoqu var. Marta aşbazın həyatını itirmiş, yəni ölmüş həyat yoldaşı idi. Ona görə də o dialoqlarda iştirak edə bilməz. Qrafinya da həmçinin dialoqlarda iştirak eləmir. Deməli, burada doğru cavabımız oldu 2 və 4. Düşün və cavab ver rubrikası 2A. Mətndə fərqləndirilmiş cümləni bir daha oxuyun. Sizcə naməlum adam bu sualı nə üçün verdi? Mətndə fərqləndirilən hissə. Sual var. Görək burada verilən sual. Baxın, bəs qrafinyanın xidmətçilərindən kimsə buna görə cəzalandırıldı mı? Yəni, bu oğurluğa görə kimsə cəzalandırıldı. Bu sualı nə üçün verdi? Biz də 2A-ya yazırıq. Naməlum adam bu sualı qoca aşbazın günahkar olub olmadığını aydınlaşdırmaq üçün verir. Qocanın cavabından sonra onun günahkar olmadığını söyləyir. Qoca yalnız o zaman günahkar ola bilərdi ki, onun bu əməlindən başqaları əziyyət çəkmiş olsun. Yox, əgər əziyyət çəkməyibsə, demək ki, qoca günahkar deyil. Yəni, siz də bu formada cavablandıra bilərsiniz 2A tapşırığını. Davam edirik B bəndi tapşırığından. Naməlum adam
qocaya nə üçün haqq qazandırır? Ona da bu formada cavab yazırıq. Qocanın dediyindən bəlli oldu ki, onun bu hərəkətinə görə heç kəs cəzalandırılmayıb. Həm də qoca bu oğurluğu çarəsizlikdən xəstə arvadını sağaltmaq üçün edib və illər boyu buna görə əzab çəkib. İndi ölüm yatağında günahını etiraf edir. Naməlum adam qocanı sakitləşdirərək deyir ki, onun insanlar qarşısında təqsiri yoxdur. Əksinə, onun bu hərəkəti məhəbbət naminə edilmiş qəhrəmanlıqdır. Bu formada B-bənin tapşırığını da cavablandırmaq olar. Yəni, nə üçün haqq qazandırır sualına birbaşa cavabdır. C-bənin tapşırığı oxuduğunuz mətndən və həyatdan nümunələr gətirməklə mavi çərçivədə verilmiş aforizmi şərh edin və ona münasibət bildirin. Demək, məqsəd vasitəyə haqq qazandırır. Niccolo Machiavelli. Məqsəd nədir? İnsanın nail olmağa çalışdığı niyyət, məram. Vasitə məqsədə çatmağın yolları. Məqsəd vasitəyə haqq qazandırır. Biz bunu mətndən çıxış eləyərək necə yaza bilərik? Yazırıq ki, bəli, haqq qazandırır. Çünki qoca aşpazın məqsədi xəstə arvadının həyatını xilas etmək idi. Etdiyi yaxşı hərəkət deyildi, amma məqsədi də pis deyildi. Bu formada bəli kimi cavablandırmaq olar. Əslində bu sual debat sualıdır. Yəni yaxşı olardı ki, müəlliminiz bunu bir qismi bəli cavab verənlə, digər qismi isə xeyr cavab verəni ilə üzləşdirsin, üzbəüz. Çünki bu hərəkət kiminə görə doğru ola bilər, kiminə görə yanlış ola bilər. Yəni hər ikisi doğru variantdır. Çünki burada məsələn mən yazmışam, bəli haqq qazandırır, çünki başqa bir çarəsi yox idi. Digər adam da yaza bilər ki, məsələn xeyr, haqq qazandırmır, tam tərsinə qazandırmır. Davamında yaza bilər ki, nə olur olsun, oğurluq etmək yaxşı hərəkət sayılmır. Bu formada biri xeyr yaza bilər, biri bəli yaza bilər. Yəni qruplarla əgər iş formasında bölünsə, bölünməsə elə öz fikrinizi bəli kimi qeyd edə bilərsiniz. Daha sonra C-bənin tapşırığı qoca aşpaz mətnində müəllifin oxucuya çatdırmaq istədiyi iki əsas fikri seçin. Qocalara diqqət və qayğı göstərmək lazımdır. Vicdan insanın ən böyük məhkəməsidir. Bəli, qocanın vicdanı. 2. İnsan heç vaxt ruhdan düşməməlidir. Bu uyğun deyil. Musiqi çox böyük təsir gücünə malikdir. Bəli, 4. Burada 2 əsas fikir, 2 və 4-cü fikirlərdir. Vicdanın insanın ən böyük məhkəməsidir. Buna indi nəyə görə əsaslandırma gətirməli ki, niyə belədir? Çünki qoca ölənə qədər etdiyi əməllərin əzabını çəkir. Bu ona rahatlıq vermir və o bunu etirafla yüngülləşəcəyini düşünür. 4-cü fikir, musiqi çox böyük təsir gücünə malikdir. Bunu nəyə görə yazırıq? Qoca öz günahlarını etiraf edir və yüngülləşir. İndi onun ölüm qabağı bir arzusu var. Sevdiyi qadını bir anlıq cavanlıqda kimi görmək. Qonaq onun bu arzusuna da yerinə yetirir. Klavesində ifa edilən ecazkar musiqi qocanı həm gəncliyinə qaytarır, həm də sevdiyi qadını görüş yerini ona xatırladır. Bu möcüzəni ona yaşadanı tanımaq istəyən qoca Mozart adını eşidir. Maraqlı məqam odur ki, müəllif hadisələrin əsas iştirakçısı olan aşpazın adını deyil, məhz qonağın adını finalda səsləndirir. Bununla da əsərin əsas mesajının musiqi ilə bağlı olduğunu diqqətə çatdırır. 2 və 4-ün aydınlaşdırılmasını da bu formada qarşısında yazmaq olar. D bəndində diqqət et rubrikasında verilmiş məlumatlara tanış olun, verilmiş sxem əsasında qoca aşpaz mətnini mövzu, məzmun, ideya baxımından təhlil edin deyir. Diqqət et rubrikasında yazır. Bəzi əsərlərin mövzusu bir neçə komponentdən ibarət olur. Buna motiv deyilir. Məsələn, qoca aşpaz mətnində hadisələr 2 motiv üzrə cərəyan edir. 1 qocanın etirafları, 2 musiqinin gücü. Müəllif hər bir motivlə bağlı müəyyən bir fikri oxucuya çatdırır. 1-ci motiv, bir qocanın etirafları. Ölüm ayağında olan bir qoca günahlarını yumaq istəyir. Yoldan keçən bir adam ona yardımcı olur. Qoca günahını etiraf edir. Naməlum adam onu sakitləşdirir və bağışlandığını bildirir. 2-ci motiv, musiqinin gücü. Görmə qabiliyyətini itirmiş bir qoca gəncliyində qarşılaşdığı gözəl mənzərələri bir daha görmək istəyir. Naməlum adam klavesində gözəl musiqi ifa edir və qoca həmin mənzərələri gördüyünü deyir. Məlum olur ki, naməlum adam məşhur bəstəkar Amadey Mozartdır. 2. Motiv üzrə bizə diqqət et rubrikasında izahlar verilib. Burada hər hansı bir tapşırıq yoxdur. Sadəcə bunu oxuyub anlamaq üçün verilibdir. Deməli, bu izahımızın da sonuna gəldik. Növbəti hissədə dinləmə mətnimiz gəlir.
Ay işığı sonatası dinləmə mətni bizim növbəti tapşırığımız olacaq. Kanala abunə olun, videolarımızı bəyənin, paylaşın ki, bu və bundan sonra paylaşılacaq izahlardan faydalana biləsiniz. Sağ olun, növbəti dərslərdə görüşərik.